Salam, hər vaxt xeyir olsun dəyərli izləyicilər. Bu videoda 12 il 2026-cı il tarixində birinci qruplar üçün keçirilən şans imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Demək, birinci sualda bizə deyir ki, f(x2) kökdə x-imiz 2 olarsa, f(18)i hesablayın. Birinci növbədə törəməsini tapmalıyıq. Törəməsi kök altı x funksiyasının törəməsi 1 bölünsün 2 kökdə x-dir. Yəni burada 1 bölünsün 2 kök altında x-imiz 2 olacaq. Bir də x-imiz 2-nin törəməsi də 1 eləyir. Buradan 2'lər geçsə, qalır f(x) 1 bölünsün kök altında x-2. 18'i yerinə yazsaq, 16, 16'dan da 4 çıxır. Onda f(18) olacaq 4'də 1. Yəni, Y variantı. İkinci sual, px çox hədlisi üçün px plus 1 minus px olarsa, şərtini ödənir, deyir p4 tapın. Demək, birinci növbədə x-in yerinə 1 qoyuram. 1 qoyanda P2 demək P2 çıxılsın P1 bərabərdir 1 qoyanda 1 üstə gəl 1'i burada yerinə yazsaq x kvadrat üstə gəl 2x-2-də 1 üstə gəl 3 çıx 2 1 eləyəcək. 2 qoyuram. 2 qoyanda P3 çıxılsın P2 alınacaq. Bərabərdir 2'nin kvadratı 4 üstə gəl 8 çıx 2 6 eləyəcək. Bir də 3 qoyuram. P4 minus P3 bərabərdir 9 üstə gəl 6 15 çıx 2 13 alınacaq. Bizə lazımdır P1 və P4 qalsın. P1 və P4'ün qalması üçün elə bunların 3'ün toplayarıq. 3'ün toplayanda P2 ilə P2 gedər. P3 ilə də P3 gedər 0 eləyər. Qalar mənfi P1 müsbət P4. Yəni P4 çıxılsın P1 qalar. Bunların da cəmi 20 eləyər. Digər tərəfdən də bizə P4 ilə P1'in cəmin verib 2. Bunları da biz tərəf-tərəfə toplasaq P1'lər gedər. 2 dənə P4 bərabərdir 22. Onda P4'ün 11 olduğunu alarıq. P4 11, yəni A variantı. Üçüncü suala baxırıq. Fx bərabərdir 4 köklü 3x sinus x çıx kosinus funksiyasının ən böyük qiyməti. Funksiyanın ən böyük qiyməti olacaq kök altında a kvadrat üstə gəl b kvadrat. Yəni 4 köklü 3'ün kvadratı 48 üstə gəlsin mənfi 1'in kvadratı da 1. 49 eləyəcək. Bu 7 olacaq ən böyük qiyməti. Jx bərabərdir sinus 2x kosinus 2x. Bunu 2'yə vurub bölsək sinus 4x bölünsün 2 alınır. Bunun da ən kiçik qiyməti sinusun mənfi 1 qiymətində olacaq. Yəni mənfi 2'də 1 olacaq. Demək bu oldu ən böyük qiymət. Ən kiçik qiyməti də mənfi 2'də 1 olacaq. Deyir bunların fərqini tapın. 7 çıxılsın mənfi 2'də 1. O da 7 üstə gəl 2'də 1. Yəni 7,5 B variantı olacaq. Dördüncü sualda integral 1'dən 3'ə 2x. 2x'in ibtidai funksiyası x kvadrat minus 3x'in 1-3 aralığındakı integralını hesablayaq. 3 qoyanda 9 çıxılsın 9. Çıxılsın 1 qoyanda 1 çıxılsın 3. Bu da eləyəcək 0 çıxılsın mənfi 2, o da 2 eləyəcək. Demək Y variantı. 5-ci sual. 5-ci sualda bizə A-nin və B-nin düsturlarını verib. Deyir AK BK-yə bərabərdir. Yəni 2K plus 5 bərabərdir K kvadratı minus K minus 5'ə. K kvadratı minus 3K minus 10 bərabərdir 0. Bu da mənfi 2 və müsbət 5 eləyir. Hasil mənfi 10 cəmi müsbət 3 eləyən. K mənfi 2 ola bilməz. Çünki həddin nömrəsi mənfi olmaz. K 5 olacaq. Bizə deyir ilk K həddinin cəmini tapın. Yəni S5'i soruşur da K'nı biz 5 tapdıq axı. S5'i soruşur. S5 də A1, A2, A1'dən A5'ə qədər olan hədlərin cəmidir. A3, A4, A5. Bunların cəmidir. Ayın ardıcıllığının özü 2 plus 5'dir. 2 plus 5'dir ayın. Onda biz A1'i tapsaq, A1 olacaq 2 plus 5, 7. A2 olacaq 4 plus 5, 9. A3 olacaq. Bu ədədi silsilə əmələ gətirir hətta. Düzdür, burada ardıcıllıq deyil, amma 2 plus 5 bütün xətti funksiyalar ədədi silsilə əmələ gətirir. Yəni S5'in düsturuna biz A1 plus A5 bölü 2 vur 5 yaza bilərik bu düsturda. A1 1 qoyanda 7 elədi. Üstə gəlsin A5'i tapmaq üçün 5 2'nin 10 üstə gəl 5 15 eləyəcək. Bölü 2 vur 5. 7 üstə gəl 15. 22 bölü 2 11 vur 5 55 olacaq. Doğru cavab 55 C variantı. 6-cı sual. 6-cı sualda təlinlər sistemində ödəyən
X, Y cütlər üçün X, Y hasilinin ən kiçik qiymətini tapın. Demək, X minus 2Y mənfi 1-dir. İki hala baxacaq. Birinci hal X bərabərdir Y halına baxacaq. Çünki X minus Y vurulsun X minus 2-nin 0 olması üçün ya X, Y olmalıdır, ya da X bərabər 2 olmalıdır. X, Y olanda Y minus 2Y mənfi 1. Buradan Y-in 1 olduğunu tapırıq. Y 1 olanda X də 1 olur. Demək, bir hal bu. X, Y-in hər ikisi 1. İkinci halda X 2 olan halda 2 çıxılsın 2Y bərabərdir mənfi 1. 2Y bərabərdir 3. Y olur 1,5. X2, Y1,5. Bizdən soruşur ki, X, Y hasilinin ən kiçik qiyməti, onda X, Y burada 1-ə bərabər olacaq. 1 vur 1, 1 olacaq. 7. 7-ci sualda iti bucağı alfa olan düz bucaqlı ABC üst bucağının AB hipotenuzu BC katetindən keçən müstəvi. AB hipotenuzu BC katetindən keçən müstəvi ilə beta bucağına gətirir. Demək, hipotenuz BC katini əmələ gətirdi. Keçən müstəvi ilə beta bucağına gətirir. AC katini bu müstəvisinə əmələ gətirir bucağın sinusunu tap. Demək, düz bucaqlı üst bucaq verib bizə. Hər hansı bir düz bucaqlı üst bucaqdır. AB hipotenuzdur. C-də düz bucaq təpəsi olsun. AC deyir ki, AB hipotenuzunu BC katetindən. Demək, BC-dən müstəvi keçirilib. Hər hansı bir müstəvi BC-dən keçirilib. Deyir, hipotenuzun BC bucağı alfadır. Buradakı bucağı alfadır. AB hipotenuzu BC katetindən keçən müstəvi ilə beta bucağı əmələ gətirir. Demək ki, biz A nöqtəsindən müstəviyə perpendikulyar indirsək, perpendikulyarın hipotenuzla əmələ gətirdiyi bucaq betadır. Bizdən soruşur, AC katetinin bu müstəvi ilə əmələ gətirdiyi bucağın sinusunu tapın. AC-nin bu müstəvi ilə əmələ gətirdiyi bucağın. Bizdən yəni buranı istəyir. X. Demək, nə edirik? Burada bizə AB hipotenuzunu ifadə eləyək. Məsələn, burada bir AC-ni bir A götürürəm. AB-ni də bir C götürürəm. C-ni biz bucaqlarla ifadə eləyək. Məsələn, A-nın C-yə nisbətinə biz kosinus alfa yaza bilərik. A bölünsün C bərabərdir kosinus alfa yaza bilərik. Buradan C bərabərdir. Daha doğrusu A bərabərdir. C vurulsun kosinus alfa. Demək, A-nı C vurulsun kosinus alfa ilə əvəz edə bilirik. Sonra biz buradan çəkilən perpendikulyarı, yəni bu qara rəngli perpendikulyarı bir H deyirəm. H-ı da beta ilə ifadə edək. H-ın C-yə sinus beta. H-ın C-yə nisbəti sinus beta. H-da C vurulsun sinus beta yaza bilərik. Onda biz digər tərəfdən də H-ın A-ya nisbəti, yəni C vurulsun kosinus alfa-ya nisbəti sinus x. Demək, H-ın A-ya nisbəti sinus x. Bizə sinus x lazımdır. Elə sinus x lazımdır. H bölünsün A. Bu da H-ın yerinə C vurulsun sinus beta yazsam, A-nın da yerinə C vurulsun kosinus alfa yazsam, C-lər gedəcək, sinus beta bölünsün kosinus alfa alınacaq. Yəni, doğru cavab C variantı olacaq. 8-ci suala baxırıq. 8-ci sualda nisbəti 25/16 olan iki müsbət ədədin. Demək, A 25K, B isə 16K olacaq. Ədədi ortasının həndəsi ortasından nisbətini tapın deyir. Yəni, A plus B bölü 2-nin kök altında AB-yə nisbətini istəyir. A plus B bölünsün 2 kökdə AB2-dən məxrəcə düşəcək. A plus B deyəcək 41K, 2 kök altında bunların hasili də bizə verəcək 5, bir də 4K. K-lar gedəcək 2, 5-in 10, 40-da 41K olacaq. 41 olacaq. Yəni, A variantı. 9-cu suala baxırıq. Deyir, A və B həqiqi ədədləri üçün modul 3A, demək 9-cu sual. Modul 3A minus 2, 3A-nı sağ tərəf atsaq, mənfini də mötərizə xaricinə çıxarsaq 3A minus 2 alınacaq. Yəni, bu o demək ki, modulun içərisindəki ədəd mənfi ədəddir. Yəni, müsbət olmayan ədəddir. Onda buradan A-nın 3-də 2-dən kiçik bərabər olduğunu alırıq. Yəni, 3A kiçik bərabərdir 2-dən. 2B minus 3-də
modulda bərabərdir 2b minusun özünə. Buradan da 2b minusun modulu özünə bərabərsə mənfi olmayan ədəddir. Yəni b böyük bərabərdir 2-də 3-dən. Demək bunları aldıq. Demək a 3-də 2-dən kiçik bərabərdir. B isə 2-də 3-dən böyük bərabərdir. Biz də gətirib bunları burada nəzərə alıb bunları moduldan çıxaraq 1 minus a bölünsün. A minus b. A 3-də 2-dən kiçik, b isə 2-də 3-dən böyüksə demək b a-dan böyükdür. B a-dan böyüksə b qarşıda çıxmalıdır. Yəni b minus a üstə gəlsin a minus 1. A 3-də 2-dən kiçiksə 1-dən də kiçikdir. Onda 1 minus a çıxacaq. Çıxılsın 1 minus b. B 2-də 3-dən böyükdürsə 1 minus b-dən b qabaqda çıxmalıdır. Onda mənfidə təsir edəcək b plus 1 olacaq. Bunu həll edək. Buradan b-lər gedəcək. Qalacaq 1 üstə gəl 1. 2 minus 2a. Demək 1 minus a bölünsün 2 minus 2a. Məxrəcdən 2-ni çıxarsaq 1 minus a, sürətdə də 1 minus a. 1 minus a-lar gedəcək, qalacaq 2-də 1, yəni 0,5 D variantı olacaq doğru cavab. 10-cu sual. 10-cu sualda qrafiki verilmiş düz xəttin tənliyini yazın. Burada düz xəttin tənliyi y bərabərdir kx plus b-dir. Diqqət eləsək görərik ki, mənfi 2, 3 nöqtəsindən keçir. K-nı müəyyən eləmək üçün k bərabərdir tangens alfa düsturundan istifadə edə bilərik burada. Yəni 135 dərəcədə mənfi 1 alır tangens. Onda k mənfi 1 olar. K-nın mənfi 1 qiymətini nəzərə alaq. Y bərabərdir mənfi x plus b olacaq. Mənfi 2, 3 nöqtəsində yerinə yazıb b-ni tapaq. 3 bərabərdir mənfi müsbət 2 plus b olacaq. B-də 1 olacaq. Demək y bərabərdir x mənfi x plus 1 almış olaraq B variantı. Növbəti 11-ci suala baxırıq. 11-ci sualda bizə deyir ki, trapesiyanın diaqonallarının orta nöqtələrini arasındakı məsafə 2-dir. Trapesiyanın diaqonallarının orta nöqtələri arasındakı məsafə oturacaqlar fərqinin yarısına bərabərdir. Yəni bunu bizə 2 verib, onda a-b olacaq 4. Kiçik oturacaq 12 olarsa böyük oturacağını tapın. Gəlib b-nin yerinə 12 yazsaq, a bərabər olacaq 16. Yəni böyük oturacaq 16. Y variantı olacaq. 12-ci sualda ədədində neçə minlik var? Burada da son 3 rəqəmi atsaq 1389 B variantı olar. 13-cü suala baxırıq. 13-cü sualda düzbucaqlının uzunluğu n-nin 125%-nə bərabərdir. Yəni təsəvvür edək, bir dənə düzbucaqlı təsəvvür edək. AB götürürəm. Uzunluq B-dir. N-in 125%-dir. Yəni vur 125 bölü 100. Yəni 4-də 5 A-ya bərabərdir. Bu o deməkdir ki, yəni A 4K-dır, B isə 5K-dır. Bu cür adlandırsaq, A-nı 4K, B-ni isə 5K adlandırsaq, perimetr 36-dır. Perimetr tərəfləri cəminin kimisidir, yəni iki tərəfin. 9K-nın kimisi 18K, 36 olacaq, K olacaq 2. Onun sahəsini tapın. Sahəsi bunun eni 4, 2-nin 8, uzunluğu da 10 olacaq. Sahəsi 8, 10-un 80, yəni B variantı olacaq. 14-cü suala baxırıq. 14-cü sualda demək bizə bir paralel xət verib, xətlər verib daha doğrusu. Buradan AB və BC parçaları da çəkilib. Bu paralel A və C və B paralel xətlər üzərindədir. Demək buradakı bucağı alfa, buranı beta verib. AC 31-dir. AC 31, alfa beta 60 dərəcədir. Onda ortada 60 olur. Buradakı 3 bucaq bərabər tərəfli olur. Çünki daxili çarpaz bucaqlar bərabərdir. Onda bunlar da 31 olur. Bizdən B düz xətti üzərində deyir, AB parçasının B düz xətti üzərindəki proyeksiyasını tapın. Yəni buradan hündürü yendirib bizə bura lazımdır, bu bura. Burada 60 buraydı, 90'dır. Burada 30 dərəcə qalacaq. 30 qarşısında katet hipotenuzun yarısı, yəni 31'in yarısı. 15,5 olacaq, yəni D variantı olacaq. 15-ci sual. 15-ci sualda deyir A və B çoxluqları üçün NA3, NB6 olarsa, kəsişmə boş çoxluqdan fərqlidir. Şərti ödənərsə, ən çox neçə alt çoxluğu ola bilər? Onda birləşmənin ən çox neçə elementi ola bilər, onu yazaq. Birləşmə çoxluğunun ən çox alt çoxluğunun ən çox neçə alt çoxluğu ola bilər? Birləşmənin ən çox elementlərinin sayı onda olacaq. Na üstə gəlsin MB
Çıxılsın 1 olacaq. Yəni çünki kəsişmə boş deyil. Ən azı bir dənə var orada. Bu da ən çox hala uyğundur. 3 üstə gəlsin 6, çıx 1. 9 çıx 1, 8 dənə. Demək, əgər birləşmədə 8 dənə ən çox element ola bilirsə, ən çox ad çoxluların sayı 208 olacaq. 208 də 256. Elə eləyir demək, 256. Demək, doğru cavab A variantı olacaq. 16-cı sual. 16-cı sualda düzbucaqlı ABC üçbucağının D nöqtəsi AB hipotenuzu üzərindədir. Demək, ABC D nöqtəsi AB hipotenuzu üzərindədir. AC CD-yə bərabərdir. AC ilə CD bərabərdir. AD 6-dır. SACD bu üçbucağın sahəsi 27-dir. BCD üçbucağının sahəsini tapın. BCD-nin sahəsini istəyir. Demək, deyir AC düzbucaqlı ABC üçbucağında D nöqtəsi AB hipotenuzu üzərindədir. AC CD-yə bərabərdir. Onda gəlin belə eləyək. Bu C nöqtəsindən hipotenuza hündürlük endirə bir dənə. Deyək buna H. Bunun sahəsi olacaq S bərabərdir 2-1 AH. Yəni ACD üçbucağının sahəsi. Bunu da bizə 27 verib. A-nın yerinə 6 yazsaq 2-1 6 vurulsun H bərabərdir 27. Buradan H-ın 9 olduğunu alarıq. H 9-dursa demək H-ı 9 tapandan sonra bu da bərabər yanlı olduğuna görə 3 bölünəcək. Onda Pifagor teoreminə görə biz bu parçanı tapa bilərik. 9-un kvadratı üstəgəl 3-ün kvadratı. 81 o da 9, 90. Kök altında 90 eləyəcək. Burada kök altında 90 eləyəcək. Digər tərəfdən də H kvadratı M-in heç 90-a ehtiyac yoxdur. H kvadratı M-in düsturundan istifadə edək. Yəni 9-un kvadratı 81 bərabərdir 3x. Buradan x olacaq 27. Yəni bu hissə 27. Bura 3, 27. 3, 27 olacaq 30. Hipotenuz 30 oldu. Onda S bərabərdir 2-1 AH. S bərabər 2-1 A-sı 30, H-ı da 9 tapmışdıq. 2 ilə 9 edəcək 3, 3 vur 30, 90 olacaq. Ümumi 90 olacaq. 27-si üçbucağın bir tərəfində idi. 90 çıxılsın 27. Bu da demək ACD. Bizdən BCD-ni istəyir. Bizə BCD üçbucağının sahəsini istəyir. 90 çıx 27 63. Burada nədə səhv getdi? Demək AD 6 2-1 CH 3-ün kvadratı vurulsun. Demək H kvadratı M-in düsturu 81 bərabərdir 3x. X elədi 27. 30 oldu. Hipotenuz 30 oldu. Hündürlük də 9 idi. 2-1 AH-la 2-1 AH deyə bu 9 ilə 2-ni ixtisarlayıb 3 yazmışam. 2 ilə 30 gedəcək 15. 15 vur 9. 15-i 9-a vuranda 135. 135-dən 27 çıxacaq. 135 çıx 27. O da 108 olacaq. Yəni C variantı olacaq cavab. Növbəti 17-ci suala baxırıq. 17-ci sualda demək çevrə xaricindəki Y nöqtəsindən çevrəyə şəkil verilib, şəkili çəkək. Demək şəkil bu cür verilib. B, A, Y. Demək çevrə xaricindəki Y nöqtəsindən çevrəyə YB kəsəni YC toxunan çəkilmişdir. YB 16-dır. Ümumi 16-dır. YA 8-dir. Bura 8-dir. YC parçanı toxunan və kəsən xassəsini x kvadratı 8 vurulsun 16. X kvadratı 8 vur 8 vur 2 kimi yazsaq x 8 kökdə 2 eləyəcək. Yəni D variantı. 18-ci suala baxırıq. 18-ci sualda bizə tənliyin köklərindən biri 90 ədədinin sadə vuruğu olarsa M parametrinin qiymətini tapın. Demək tənliyin köklərindən biri 90 ədədinin sadə vuruğu olarsa
M parametrinin qiymətini tapın. Demək, buradan nə edəcək onda? Yazıram ki, M bölünsün x plus 2 bərabərdir. 24 bölünsün 5 minus x çıxılsın 6 bölünsün 3 minus x. Bunu sadələşdirək birinci. Demək, M bölünsün x plus 2 bərabərdir. Ortaq məxrəc bunlara elə özüdür. Bunu 3 minus x-i x minus 3 yazsaq, burada üstəgəl olar. Yəni 5 minus x vurulsun x minus 3. Bunu da vurulanda 24x minus 72 üstə gəlsin 30 minus 6x. Demək, M bölünsün x plus 2 bərabərdir. 24x-dən 6x çıxanda 18x minus 42 bölünsün buna. 5 minus x minus 3. 5 minus x vurulsun x minus 3. Bu da x minus x plus 2'dir. Buradan da M bərabərdir. Bunun məxrəcini də açıram. Bunu vurub açıram. 5x minus 15 minus x kvadratı plus 3x. Sürəti də vurub açıram. 18 ilə 42-dən 6-nı çıxarsam əgər mötərizə xaricinə. Burada x minus 3x minus 7 qalacaq. Demək, 6-nı çıxardanda 3x minus 7. 6-nı çıxardaq vuraq. Demək, olacaq necə? 6 vurulsun 3x kvadratı minus 7x plus 6x minus 14. Belə bir şey alırıq. Demək, M bərabər imiş. Məxrəcdə olacaq mənfi x kvadratı plus 8x minus 15. Surətdə isə 6 vurulsun 3x kvadratı minus x minus 14. Bizə deyir ki, tənliyin köklərindən biri 90 ədədinin sadə vurğu olarsa. Yəni, x-in qiymətlərindən biri 90-ın sadə vurğu olarsa. Bunu da çarpaz vuraq. Demək, olacaq necə? 18x kvadratı minus 6x minus 84 bərabərdir. Mənfi mx kvadratı plus 8 mx minus 15m. Bu alınacaq. Keçirəm hamısını sol tərəfə. X kvadratını çıxardıram. Olur m plus 18. X kvadratları. Sonra çıxılsın x-i çıxardanda qalacaq 6 minus 8m. Bir də minus 84 üstə gəlsin 15m. Bərabərdir 0. 90 ədədinin sadə vurğu olarsa deyir. 90-ın sadə vurğularına diqqət eləyək. 2-yə 45, 3-ə 15, 3-ə 5, 5-ə 1. Demək, əgər çoxhədlinin tam kökü varsa, həmin kök sərbəst həddinin bölənlərindən biri olmalıdır. Burada sərbəst hədd mənfi 84 üstə gəl 15m-dir. Məlum məsələdə 2-yə bölünməyəcək. Çünki 15m 2-yə bölünmür. Bilmirik m necə ədəddir. 5-ə də bölünməyəcək 84-ə görə. 3-ü götürürəm. Yəni, tənliyin kökü 3 imiş. 3 ola bilər, daha doğrusu. 3 bir dəqiqə. Daha doğrusu yox. Demək, burada 5 olmayacaq məxrəcə görə. 3 də olmayacaq. Bir də 2 olacaq. Bunu elə əvvəldən də yaza bilərmişik yerinə. 90-ın sadə vurğularına baxmaqla. Neysə, 2-ni qoyuram yerinə. Demək, bunun kökü 2 imiş. 2-ni qoyuram yerinə. 4m üstə gəlsin. Burada da yaza bilərək. Elə mən bunu çox uzatdım. Misalın özündə yazıram elə 2-ni yerinə birbaşa. 24 bölünsün 2 yazanda 3. Çıxılsın m bölünsün 4. Bərabərdir. 2-ni yazanda 6 bölünsün 1. Bu yeri 8 çıxılsın m bölünsün 4 bərabərdir 6. M bölünsün 4 bərabərdir 2. M bərabərdir 8. Yəni C variantı. 19-cu suala baxırıq. 19-cu sualda bizə deyir D1 və D2 düz xətləri tənliyə uyğun olaraq 2x plus 6 ilə mənfi x plus 2-dir. ABC üstbucağının sahəsini tapın. Üstbucağının sahəsini tapmaq üçün bizə A və C nöqtələrin koordinatları lazımdır. A nöqtəsinin koordinatı 2x plus 6-da x-i kəsən nöqtədir. Y-ə 0 verəcəm. 2x bölündü mənfi 6, x olacaq mənfi 3. Demək, A-nın koordinatı mənfi 3-dədir. C-nin koordinatı tapmaq üçün yenə burada da y-ə 0 verəcəm. 0 bərabərdir mənfi x plus 6, 12. X olacaq müsbət 12. Demək, C-nin koordinatı 12-dir. Onda AC məsafəsi olacaq 15. Bir də bizə kəsişmə nöqtəsinin koordinatı lazımdır. Kəsişmə nöqtəsini tapmaq üçün bunları bərabərləşdirəcəyik.
2x plus 6 bərabərdir mənfi x plus 12. 3x bərabərdir 6, x bərabərdir 2 olacaq. Həmin nöqtənin y-ni də bizə tapmalıyıq. Çünki bu nöqtənin x-i bizə yox, y-i lazımdır. 2-ni yerinə yazanda 4 + 6 10 olacaq. Bu isə bizə h-ı verəcək. h bərabərdir 10. Demək, AC 15, h 10. S bərabərdir 2-də 1 AH. 15 vurulsun 10. Bu da 5 15-in 75, yəni D variantı olacaq. 20-ci suala baxırıq. 20-ci sualda bizə kosinus pi plus x 180 üstünə buzaq gələndə 3-cü rübə düşür. Mənfi kosinüsü ad dəyişmir. Mənfi kosinus x bölü sinus 90-da 1 alır. Kosinus x bərabərdir mənfi 1, x bərabərdir pi plus 2 pi, yəni B variantı olacaq. 21. 21-ci suala baxırıq. X üstü 1 plus loqaritm kəsinə x bölü 4 tənin köklərinin hansını tapın. Buradan 1 plus loqaritma 2 əsasdan x bərabərdir. Loqaritm x əsasdan 4 yaza bilərik. Loqaritm x əsasdan 4-ü 2 loqaritma x əsasdan 2 yaza bilərik. Loqaritm 2 əsasdan x-i bir t əvəzləməsi aparsaq, 1 plus t bərabərdir 2 bölünsün t alınacaq. T'yə vursaq, t plus t kvadratı bərabərdir 2. T kvadratı plus t minus 2 bərabərdir 0. Bu da mənfi 2 və 1-dir kökləri, t'nin qiyməti. Loqaritma 2 əsasdan x bərabərdir mənfi 2 yazsam, x bərabər olacaq 2 üssü mənfi 2, yəni 4-də 1. Loqaritma 2 əsasdan x bərabərdir 1 yazsam, x bərabər 2 üssü 1, 2 olacaq. 2 vur 4-də 1. 2-ni də 4-də 1-ə vuranda, bu da bizə 2-də 1, yəni Y variantı verəcək. 22-ci sual. Limit x yaxınlaşır mənfi 1-ə, limitini hesablayın. Burada yerinə yazanda 0 bölü 0, yəni qeyri-müəyyənli qalınır. Törəmə ilə tapa bilərik. Ya da sadələşdirmə ilə. Sadələşdirəcəm mən. X plus 1-i yazaram. 3-cü dərəcənin x-in kubu. Yəni 3-cü dərəcənin x plus 1. Bir də 3-cü dərəcənin x kvadratı minus 3-cü dərəcənin x plus 1 şəklində. Buradan 3-cü dərəcənin x plus 1-ə gedər. Və mənfi 1 burada yerinə yazsam. 1 minus plus 1 plus 1. Yəni 3-də 1 D variantı olar. 23-cü sual. Bütün tilləri 3 kökdəki olan düzgün tetraedrin həzmini tapın. 23. Bütün tilləri 3 kökdəki olan düzgün tetraeder. Üç kökdəki olan tetraedrin həzmini tapın. Tetraedrin həcm düsturu V bərabərdir A kubu kökdəki bölü 12 düsturundan tapılır. Gətirib burada yerinə yazsaq. Bunun çıxarılışını buradan da yaza bilərik. Yəni buradan bir perpendikulyar indirib. Buradan oturacaqdakı bərabər tərəf üstündən xaricində çəkilmiş çevirən radiusudur. A kökdə 3 bölünsün 3 üstündən tapılır. Buradan h taparıq. V bərabər 3-də 1 oturacaq vur h-dan tapılır. A kubu yəni 3 kökdə 2-nin kubu 27. Bir də kökdə 8 yəni 2 kökdə 2 vurulsun kökdə 2 bölünsün 12. 2 kökdə 2 bu 4 eləyəcək. Buna 3. 27-ni 3-ə böləndə 9 olacaq. Növbəti 24-cü suala baxaq. 24-cü sualda demək bərabər tərəfli ABC üçbucağında DF perpendikulyardır FY-yə. Demək bərabər tərəfə biz ABC üçbucağında DF bu şərtlər verilib. Deyir BY-ni tapın. BY x. Burada 60 dərəcə var. Burada da 60 dərəcə var. 90-dırsa onda bura 30 dərəcədir. 30 dərəcə bucaq qarşısından katet hipotenuzun yarısıdır. Bura 10 olacaq. Eyni qaydanı burada da tətbiq eləsək, bura 60 dərəcə olacaq. Bu isə bərabər tərəfli üçbucaq olacaq. Onda bunlar 6 olacaq. Onda olacaq bu 16. Bu bərabər üçbucaq olduğuna görə onda bunun bütün tərəfləri bərabərdir. Bura isə 11 olacaq. Demək BY tərəfi 11 olacaq. 25-ci suala baxaq. 25. Tələbənin fərqli rəngli 5 köynəyi var. O eyni köynəyi ardıcıl 2 gün geyinmir. Tələbə hər gün ancaq bir köynək geyinərsə, 5 gün ərzində bu köynəkləri neçə müxtəlif üsulla geyinə bilər? Ancaq bir köynək geyinirsə, 5 gün ərzində bu köynəkləri neçə müxtəlif üsulla geyinə bilər? Bu onda 5 faktorial olacaq elə. Permutasiya 5 elementdən 5. Demək, birinci gün bunun geyim seçim şansı 5 dənədir. İkinci gün artıq
Demək, o eyni köynəyi ardıcıl 2 gün geyinmir. Tələbə hər gün ancaq bir köynək geyinərsə, hər gün ancaq bir köynək geyinərsə, 5 gün ərzində bu köynəkləri neçə müxtəlif üsulla geyinə bilər? Demək, 5 seçim şansı var. İkinci gün 4 seçim şansı var. Yox, 5 faktorial olmayacaq. Demək, birinci gün seçim şansı 5 dənədir. İkinci gün artıq birinci gün geyindiyin geyinə bilməz, qalan 4 gün geyinə bilər. Üçüncü gün isə artıq ikinci gün geyindiyin geyinə bilməz, birinci günün geyinə bilər artıq. Onda 4-4 olacaq, bu cür olacaq. Çünki o deyir ki, eyni köynəyi ardıcıl 2 gün geyinmir. Ardıcıl, yəni üçüncü gün geyinə bilər artıq. Onda bu cür olacaq, bu qədər. 5 4-ün 20, bu da 64. 20 vur 64, 1280 cür geyinə bilər. Növbəti 5 sualda, növbəti videoda inşallah izah edəcəm. Sağ olun, izlədiyiniz üçün təşəkkürlər.